Həyatımızın əsas məqsədi nədir? Allaha və onun sizin üçün məqsədi olduğuna inanırsınızmı? Bəzi adamlar hətta cənnət və cəhənnəm kimi ruhani amillərə belə inanmırlar. Bəziləri fikirləşir ki, həyat yalnız indi yaşadıkları vaxt deməkdir və insan öldükdən sonra torpağa qarışır. Bundan sonra nə ruhani həyat, nə də ruhani məqsəd olur. Bəzilərinin məqsədi də bu dünyada yalnız bacardıqları qədər çoxlu pul, var-dövlət toplamaq və ləzzət almaqdır. Məgər doğrudanmı bizim həyatımızın ilahi və ruhani məqsədlərlə heç bir bağlılığı yoxdur? Əgər bizi həqiqətən də Allah yaratmışsa, deməli onun bir məqsədi var və biz o məqsədi və ya səbəbi bilməliyik. Yaradılışın məqsədinin sübutu. Tanrı bütün varlıqları tam müdriklüklə mükəmməl yaratmışdır və bu öz sübutunu artıq tapmışdır. Şübhəsiz ki, Allahın yeri və onun üzərində olan hər şeyi yaratmaqda bir məqsədi olmuşdur. Eynilə siz də mükəmməl bir planla yaranmısınız. Allahın sizin həyatınız ilə bağlı planını dərk edirsinizmi? Onun üzərində olan hər şeyi yaratmaqda məqsədinin nə olduğunu dərk edirsinizmi? Heç düşünmüsünüzmü ki, Allah nə üçün təbiəti, günəşi, ayı, ağacları, otları, quşları, heyvanları və s. yaratdı? Bunların hamısı dünya üzərində olan insanlar və əlbəttə sizin üçündür. Allahın sizin həyatınız üçün təyin etdiyi məqsədi aydınlaşdırsanız, ömrünüz boyu həqiqətə doğru can atsanız, siz bunun əsl mahiyyətini və Allahın məmnunluğunu əldə edəcəksiniz. Allahın bizim həyatımız üçün olan plan və məqsədini öyrənmək yolunda qarşılaşdığımız maneə. Siz ilk növbədə günahın nə olduğunu, onun Allahın sizin həyatınız üçün olan məqsədinə necə təsir etdiyini dərk etməlisiniz. Əksər insanlar günahı yalnız pis əməllər, məsələn, adam öldürmək, oğurluq, zina, sərxoşluq və s. kimi başa düşürlər. Lakin Allahın günaha münasibətinin necə olduğunu biləriksə, günahın əsl mahiyyətini anlayarıq. Bunun üçün biz Allahın kəlamına birlikdə müraciət edib, onun günah barədə dediklərinə nəzər yetirək. Başlanğıc üçün biz Tövrata müraciət edək. Tövrata Allahın idarəçiliyi ilə Musa Peyğəmbər tərəfindən yazılmış 5 kitab daxildir. Günahın dünyaya necə daxil olduğunu və insanlar arasında necə yayıldığını Tövratın ilk kitabı olan Yaradılışdan görə bilərik. Allah Adəm və Həvvaya Eden bağında bitən xüsusi bir ağacın meyvəsindən yeməməyə əmr etmişdi. Şeytan ilan cildinə girərək Həvvanı aldadır və Allahın əmrinə məhəl qoymadan ağacın meyvəsindən dadmağa inandırır. Həvva Allaha itaət etməməyi və ağacın meyvəsindən yeməyi seçir. Sonra o, Adəm ilə də bölüşür və Adəm Allaha itaatsizlik edir. Meyvədən daddıqları andan etibarən utanır və Allahın qəzəbindən qorxmağa başlayırlar. Onlar Allahın huzurundan qaçır, gördükləri əmələ görə utandıqlarından gizlənərək bədənlərini yarpaqlarla örtürlər. Bax beləcə, Adəm və Həvva Allahın qadağan etdiyi ağacın meyvəsindən yeməklə onun əmrini pozaraq günah edirlər. Yaradılış kitabı 2-ci fəsil 17-ci ayədə Allah deyir: Ancaq xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə, çünki ondan yeyən gün sən hökmən öləcəksən. Sizcə onlar həmin gün cismən öldülərmi? Xeyr, bu tam olaraq bizim fikirləşdiyimiz ölüm deyil. Onlar cismən yaşamağa davam edirdilər və hətta uşaqları da dünyaya gəlmişdi. Lakin cismani ölüm prosesi artıq başlamışdı və zaman ötdükcə onlar cismani olaraq da öldülər.
Necə ki bitkilər, güllər öz kökündən kəsildiyi zaman hələ də gözəl görünür, amma bir qədər sonra həyat mənbəyindən ayrıldığı üçün məhv olurlar. Onlar ağacın meyvəsindən yedikdən sonra daha nə baş verdi? Onlar ruhani olaraq öldülər. Allaha itaətsizlik etməzdən və meyvəni yeməzdən əvvəl Adəm və Həvvanın Allahla ilahi birliyi var idi. Allah onları kamil bədəndə və kamil ruhda yaratdı. Bu cür kamil vəziyyətdə onlar Allahla və bir-biri ilə əbədi olaraq yaxın ünsiyyətdə yaşaya bilərdilər. Allahın məqsədi yaratdıqları adamlarla əbədi olaraq fiziki və ruhani ittifaqda olmaqdır. Bu cür ünsiyyətdə olmaq üçün Allah Adəm və Həvvaya azad iradə vermişdi. Allah onların robot olmasını istəmirdi və buna görə də onların seçim hüququ var idi. Onlar Allahı sevib sevməməyi seçə bilərdilər. Onlar bir-birini sevə və ya nifrət edə bilərdilər. Əvvəldə deyildiyi kimi, şeytanın hiləsi ilə onlar Allahın əmrinə tabe olmamağı qərarı aldılar. Allaha və onun sözünə qarşı günah etdilər və elə o anda ruhani, sonra isə cismani olaraq öldülər. Dünyanın yaradılışından Allah tərəfindən fiziki qanunlar da yaradılmışdı. Məsələn, cazibə qanunu. Əgər siz kitabı bina yüksəkliyindən yerə atsanız, o mütləq surətlə yerə düşəcəkdir. Fiziki qanunlarla birgə Allah həmçinin ruhani qanunlar da yaratdı. Allahın yaratdığı ilk ruhani qanunlardan biri Yaradılış kitabı 2-ci fəsil 17-ci ayədə öz əksini tapır. Çünki ondan yeyən gün hökmən öləcəksən. Günah insanların həyatına daxil olmazdan əvvəl Allah demişdi ki, günahın nəticəsi pis olacaq, yəni ölümlə nəticələnəcək. Bu yalnız cismani deyil, həm də ruhani ölümdür. Allahdan indiki və gələcək həyatda ayrı qalmaq ruhani ölüm adlanır. Adəm və Həvvanın günahlarının digər nəticəsi də o idi ki, onlar əvvəlcədən görmədikləri günahlı təbiətə düçar oldular. Onlar ruhən öldülər, daxili təbiətləri isə günahla tam surətdə korlandı. İnsanların Allaha qarşı günah etdikləri zaman düçar olduqları daxili aləmə günahlı təbiət deyilir. Başqa sözlə desək, insanlar Allahla vəhdətdən və ona itaət etməkdən imtina edib, daxili aləmlərində və öz mənəvi dünyalarında Allahdan ayrılığa və itaətsizliyə doğru üz tutdular. Bu yeni günahlı təbiət daimi idi və insanların cismani ölümü buna sübutdur. Görəsən Adəm və Həvva nə qədər günah etdilər ki, cəzaları belə sərt oldu. Allahın sözündən çıxıb qadağan olmuş ağacın meyvəsindən yeməklə Adəm və Həvva yalnız bir günah etdilər. Siz sual verə bilərsiniz ki, onların etdikləri günahın sizə nə aidiyyatı var? Adəm və Həvvanın övladları Qabil və Habilin həyatına nəzər yetirsək, biz günahın nəsildən nəslə necə keçdiyinin şahidi olarıq. Allah Habilin verdiyi qurbanı qəbul etdi. Lakin Qabilin qurbanını qəbul etmədiyindən Qabil qəzəbindən öz qardaşını öldürdü. Adəm və Həvva, onların övladları günahlı təbiəti sonraki nəsillərə irsən ötürdülər. Buna görə də siz və bütün insanlar ilkin insanlar olan Adəm və Həvvadan bu günahlı təbiəti irsən qəbul etmisiniz. Bu təbiəti özünüzdə heç hiss etmisinizmi? Ola bilər ki, siz nəyisə etməməlisiniz, düşünməməlisiniz və ya deməməlisiniz. Amma buna baxmayaraq yenə də edirsiniz. Siz etmək istəməsəniz də, etdikdən sonra əməlinizə görə çox məyus və peşman olursunuz. Bu bizim hamımızın irsən aldığımız günahlı təbiətdir. Siz bu əməllərinizi sevmirsiniz, lakin dəyişə də bilmirsiniz. Adəm və Həvvanın nümunəsinə baxanda görürük ki, onlar əslində nə qatil, nə oğru idilər.
Bəs onların günahı nə idi? Allah onlara yalnız bir ağacın meyvəsindən yeməməyi əmr etmişdi. Lakin onlar ona qulaq asmadılar. Buna görə də Allah onların itaətsizliyini günah saydı. Allah bizə çox əmrlər verib və hər dəfə biz onlara itaət etmədikdə Allaha qarşı ciddi bir günah etmiş oluruq. Günahın hansı cür olması vacib deyil. Ancaq hər bir günah Allahın əmrlərinə itaətsizlikdir. Onun verdiyi əsas əmrlər hansılardır? Tövratın Musa Peyğəmbər tərəfindən yazılmış ikinci kitabı olan Çıxışın 20-ci fəslində Allahın bütün insanlara əməl etmələri üçün verdiyi əmrlərin xülasəsi yazılmışdır. Aşağıda göstərilən əmrləri oxuyarkən özünüzün necə həyat sürdüyünüzü fikirləşin. Onlardan hətta birini pozmusunuzmu? Allahın 10 əmri. Çıxış kitabı 20-ci fəsil 1-ci ayədən 21-ci ayəyə qədər. Məndən başqa Allahların olmasın. Özün üçün heç bir oyma büt, nə yuxarıda səmada və aşağıda yerdə, nə də yerdən aşağıda yığılan sulardakı şeylərin heç birinin surətini düzəltmə. Belə şeylərə səcdə qılaraq ibadət etmə. Çünki mən sənin Allahın Rəbb, qısqanc Allaham. Mənə nifrət edən ataların cəzasını 3-4 nəslə qədər övladlarına çəkdirərəm. Məni sevib əmrlərimə əməl edənlərin minlərlə nəslinə isə məhəbbət göstərərəm. Allahın Rəbbin adını boş yerə dilinə gətirmə. Çünki Rəbb öz adını boş yerə dilinə gətirəni cəzasız qoymaz. Şənbə gününü yadda saxlayıb təqdis et. 6 gün çalışıb bütün işlərini gör. Lakin 7-ci gün Allahın Rəbbin şənbə günüdür. Bugün sən, oğlun, qızın, qulun, qaravaşın, heyvanların, yanında qalan yad elin də heç bir iş görməsin. Çünki 6 gün ərzində Rəbb göyləri və yeri, dənizi və kainatdakı hər şeyi yaratdı. 7-ci gün isə istirahət etdi. Bunun üçün Rəbb şənbə gününə xeyir-dua verib onu müqəddəs saydı. Ata-anana hörmət et ki, Allahın Rəbbin sənə verdiyi torpaqda ömrün uzun olsun. Qatillik etmə. Zina etmə. Oğurluq etmə. Kimsəyə qarşı yalan şahidlik etmə. Heç kimin evinə tamah salma. Kimsənin arvadına, quluna, qaravaşına, öküzünə, eşşəyinə, onun heç nəyinə tamah salma. Gəlin bu əmrlərə diqqətlə nəzər yetirək. Məndən başqa Allahların olmasın. Dünyada yalnız bir Allah var və hər birimiz ona iman etməliyik. Ona səcdə qılmalıyıq və onun üçün yaşamalıyıq. Real həyatda çoxları Allahdan başqa hər şey etibar, itayət, səcdə edir və onlar üçün yaşamağa hazırdılar. Çoxları pul xətrinə yaşayır və ona güvənirlər. Pul onların Allahına çevrilir. Digərləri insanlara, onların işlərinə və mülkiyyətinə etibar edirlər. Başqaları isə sadəcə olaraq həyatlarını özləri üçün, öz mənafeləri üçün yaşayırlar. Siz nə vaxtsa Allahdan başqa nəyə və ya kimə görə yaşamısınızmı? Bugün gördüyünüz işlər üçün sizin niyyətiniz və məqsədiniz nədir? Bəs dünən üçün necə? Bizim niyyətimiz həyatımızın Allaha bağlı olub-olmadığını göstərir və o bundan xəbərdardır. Bütlərə sitayiş etmə və heç bir şeyin surətini düzəltmə. Çoxları özlərini qorumaq və xoşbəxt olmaq üçün gözmuncuğu, üzəri, at nalı və sair kimi amuletlərdən istifadə edirlər. Yəqin ki, çox insanlar düşünmürlər ki, bütün bu şeylər bütlərdir. Özünüzü qorumaq və xeyir-dua almaq üçün öz taleyinizi bu əşyalara həvalə etdikdə, siz Allahı,
onun himayəsini və xeyir-dua verici səlahiyyətini bir kənara qoyaraq Allahı cisimlərə dəyişirsiniz. Allahın Rəbbin adını boş yerə dilinə gətirmə. Yəqin ki, dəfələrlə adamların Allahın adını boş yerə çəkdiklərinin şahidi olmusunuz. İnşallah, Allah qoysa, ay Allah, vallah və s. Əgər bu sözləri sidik ürəkdən deyiriksə və mənasını dərk ediriksə, bu doğrudan da gözəl səslənir. Ancaq biz bunları ürəkdən deyil, yalnız söz xətrinə deyiriksə, onda bu Allaha qarşı günahdır. Bəzən həyatda elə təsadüflər olur ki, insan sözün düzünü dedikdə belə ona inanmayacaqlarını düşünür və and içməklə öz sözünü möhürləyir. Lakin bu belə olmamalıdır. Əgər biz əminiksə ki, sözün düzünü deyirik, onda insanların bizim sözümüzə inanmayacaqları bizi narahat etməməlidir. Çünki biz insanlar üçün deyil, Allah üçün yaşamalıyıq və bunun mahiyyətini dərk etsək, heç vaxt and içmərik. Şənbə gününü yadda saxlayıb təhqis et. İstirahət günü yaradılış zamanından bəri Allah tərəfindən seçilmiş bir gündür. O yeri və göyü 6 gün ərzində yaratmış və 7-ci gün, yəni Rəbbin günü işləməyib dincəlmişdir. Bu günü isə insanlara ona həsr edərək istirahət və ibadət etməyi buyurmuşdur. Əslində bugün sizin düşündüyünüz kimi şənbə gününə deyil, Azərbaycanda ümumxalq istirahət günü kimi qəbul olunan 7-ci günə təsadüf edir. Görəsən nə qədər insan Allahın verdiyi bu gündə Allaha ibadət edir və öz işlərindən vaz keçirlər. Ata və anana hörmət et. Allah bizə valideynlərimiz vasitəsilə bu dünyaya göz açmağa imkan vermişdir və onun əmri budur ki, biz valideynlərimizə hörmət edək. Siz valideynlərinizə hörmət edirsinizmi? Əgər sizin valideynlərinizin arzuları və məsləhətləri Allahın sözünə ziddirsə, siz onlara hörmət etməli, lakin Allahın sözündən çıxmamalısınız. İsa İncildə deyir, atasını və ya anasını məndən artıq sevən mənə layiq deyil. Oğlunu və ya qızını məndən artıq sevən mənə layiq deyil. Valideynlərinizə öz əməlləriniz, münasibətiniz və sözlərinizlə hörmət göstərirsinizmi? Qatillik etmə. İsa bizi xəbərdar edir ki, əgər biz qardaşımıza qarşı qəzəbliyiksə, onda biz mühakimə olunmaq təhlükəsindəyik. Əgər biz qardaşımıza nifrət ediriksə, Allah bizi qatil adlandırır. Biz bu qanunu münasibətimiz və məqsədlərimizlə poza bilərik. Göz ilə görünən əməllərimizlə yanaşı, bizi bu əməllərə sövq edən ürəyimizin fikir və düşüncələri də Allahı narahat edir. İsa deyir, siz eşitmişsiniz ki, qədim zamanların adamlarına deyilmişdir. Qatillik etmə. Kim qatillik edərsə, mühakimə olunmalıdır. Mən isə sizə deyirəm, qardaşına boş yerə hirslənən hər adam mühakimə olunacaqdır. Qardaşına axmaq deyərsə, Sinedrionun hökmünə məruz qalacaqdır. Və kim səfeh deyərsə, cəhənnəm oduna məruz qalacaqdır. Zina etmə. Qadın-kişi münasibətləri Allah tərəfindən əhd münasibətinə əsaslanaraq nikah üçün ayrılmış sevincin və nəslin çoxalması məqsədi ilə verilmiş xeyir-duadır. Allah aydın olaraq kiminsə nikahda olmadan cinsi əlaqəyə girməsini günah adlandırır. İsa bu günah haqqında Matta müjdəsində belə deyir. Qədim zamanların adamlarına zina etmə deyildiyini eşitmisiniz. Amma mən sizə deyirəm, bir qadına şəhvətlə baxan hər adam artıq ürəyində onunla zina etmiş olur. Oğurluq etmə. Bu yalnız cansız əşyalara aid deyil. Məktəbdə kiminsə cavabını öz adına şamil etmək də oğurluqdur.
Bu həm də alqı-satqı zamanı edilən aldatmalara da aiddir. Eyni cür hökumətdən işıq, qaz, su kimi kommunal ödənişlərdən yayınmaq da buna aid edilir. Kiməsə qarşı yalan şahidlik etmə. Allahın sözündə deyilir, Allah həqiqətdir. Şeytan isə bütün yalanların atasıdır. Allahın kəlamında aydın göstərilir ki, o həqiqəti sevir, yalana isə nifrət edir. Yalan Allaha qarşı günahdır. Bu barədə düşünməsəniz də, bu real həqiqətdir. Süleymanın Məsəlləri kitabında belə deyilir. Yalancı şahid həlak olar. Həyatda bəzi insanlar danışdıqları hadisəni maraqlı göstərmək üçün şişirdirlər. Bəziləri pis əməllər edirlər və bunu yalanla örtbasdır edirlər. Bəziləri qazanc əldə etmək üçün yalandan istifadə edirlər. Bəziləri övladlarını itaətkar etmək üçün yalana əl atırlar. Bəziləri öz işlərini həyata keçirmək üçün kiməsə yaltaqlanır və yalançı təriflərdən istifadə edirlər. Yalanın formaları müxtəlif olsa da, yalan yalandır və Allahın ciddi surətdə mühakimə etdiyi və adlandırdığı günahdır. Heç kimin evinə tamah salma. Bizim nəyinsə və ya kiminsə həsrətində olmağımız Allahın bizim həyatımıza verdiyi təminatla razı olmadığımızdan xəbər verir. Tamahkarlıq sənə aid olmayan bir şeyi arzulamaq deməkdir. Bu, bizim Allaha və onun təminatına inamımızın azlığından xəbər verir. Bu, həm də bizə məxsus olmayan əşyalara qarşı cismani və xudbin istək və maraqlarımızı üzə çıxarır. Həqiqət bundadır ki, Allahın Tövrat kitabındakı bu 10 əmrin çoxunu hər birimiz pozmuşuq. Bu əmrlər hər yerdə və hamı üçün eynidir. Əvvəldə deyildiyi kimi, Allahın dediyinə qarşı itaətsizliyimiz pis nəticələrə gətirib çıxarır. Çıxış kitabında Allah Musaya deyir, lakin cəzasız qoymaram. Atalarının cəzasını 3-cü, 4-cü nəslə qədər nəvə nəticələrini verərəm. Tövratdakı yaradılış kitabında deyildiyi kimi, günahlarımıza görə cəzamız ruhani və cismani ölümdür. Ölümün nəticəsi həm bu dünyada, həm də axirət dünyasında Allahdan ayrılıqdır. Bu ölüm həyatımız üçün nə deməkdir? Bu o deməkdir ki, siz Allahla olan ruhani əlaqədən, onun huzurunu tanımaqdan, məhəbbətindən, gücündən və bağışlanmasından məhrumsunuz. Buna görə çox insanların ürəklərində sülh yerinə qorxu, narahatçılıq və təqsirkarlıq hissi olur. Onlar Allahın məhəbbətini hiss etmir, buna zidd olaraq nifrət və kin içərisində yaşayırlar. Onlar Allahdan güc ala bilmədiklərindən həyatlarını dəyişərək günahdan və onun nəticələri olan sərxoşluq, yalan, tamahkarlıq, küfür, zina, narkomaniya və s. kimi pis meyillərə qalib gələ bilmirlər. Bu, insanın irsən aldığı günahlı təbiət üzündən digər insanlarla ruhani vəhdətdə və sülhdə yaşaya bilməməsinin səbəbidir. Doğulduğunuz andan etibarən ruhən ölü olduğunuza görə siz günahlı təbiətinizlə təkbətək qalmısınız və bütün günahlarınızın mənbəyi bundadır. Məhz buna görə də bu qədər ailə, siyasi, sosial və şəxsi problemlər, çəkişmələr, müharibələr mövcuddur. Bu, həm də onu göstərir ki, Allahın sizin həyatınız üçün təyin etdiyi xüsusi iradəsini müəyyənləşdirə bilmirsiniz. Onun sizin həyatınız üçün xüsusi planı və məqsədi var. Və siz belə olan vəziyyətdə bu planı əlbəttə ki, başa düşmürsünüz və ona əməl edə bilmirsiniz. Sizin haqsızlığınız sizi Allahdan ayırıb, sizin günahlarınız
onun üzünü sizdən gizlədib ki, Allah günahlarınızı görməsin. Yeşaya Peyğəmbərin kitabı. Bu, sizin axirət dünyanız üçün nə deməkdir? Bu, onu göstərir ki, biz günahlı olduğumuza görə öləndən sonra göylərə gedə bilməyəcəyik. Allah müqəddəsdir. Biz isə günahkarıq və yuxarıda göstərilən ayəyə əsasən Allahdan ayrılmışıq. Ruhən ölü və onun qarşısında etdiyimiz günahlara görə təqsirkar olduğumuz üçün Allahla ruhani birliyimiz yoxdur. Bu, o deməkdir ki, biz günahımız ucbatından cəzamızı çəkmək üçün cəhənnəmə düşməliyik. Bu, Allahın kəlamında açıq-aydın yazılan və günaha görə verilən cəzadır. Cəhənnəm həm də Allaha itaət etmədiyimizə görə bizə layiq görülən cəzadır. Cənnət və cəhənnəm insanların öldükdən sonra düşdükləri real məkandır. Cəhənnəm Allah tərəfindən şeytan ilə onun mələkləri və Allahın sözünə itaət etməyən adamlar üçün hazırlanmış əbədi alov və cəza yeridir. Hamımız bir gün Allahın qarşısında duracağıq və O bizi mühakimə edəcəkdir. Rəbb belə deyir: qorxaqların, imansızların, məkruhların, qatillərin, əxlaqsızların, sehirbazların, bütpərəstlərin və bütün yalançıların isə aqibəti od və kükürlə yanan göldədir. Bu, ikinci ölümdür. İnsanın yolu yaxşı əməllərdir. Çoxları belə fikirləşirlər ki, insanlar yaxşı işlər görməlidirlər ki, son gündə yaxşı işləri pis işlərindən tərəzidə çəkilmiş kimi üstün olsun və Allah onları cənnətə qəbul etsin. Bu, həqiqət deyil. Çoxlarının günahları yaxşı əməllərindən qat-qat çoxdur. Amma belə düşünmək heç bir əsas vermir. Çünki Allah bizi bu cür mühakimə etmir. Kəlamda deyilir ki, əgər bütün qanunlara riayət etsəniz və büdrəyib qanunun birinə riayət etməsəniz, bu halda qanunun bütün müddalarını pozmuş olursunuz. Bunu tam anlamaq üçün növbəti misallara diqqət yetirin. Siz qonaqlarınız üçün yumurta qayğanağı bişirirsiniz və yumurtanın 9-u yaxşı, biri isə lağdır. Və siz macal tapmamış, o artıq digərləri ilə qarışır. Sizcə bu qayğanağı qonaqlarınıza təqdim etmək üçün hazırlanmağa davam edərdinizmi? Bir lağ yumurta digər 9-unu da sıradan çıxartdı. Kasada neçə yumurtanın olması vacib deyil. Bir çürük yumurta onların hamısını korladı. Və yaxud biz bir stəkan təmiz suya bir damcı zəhər qatsaq, stəkandakı suyun hamısı zəhərli olacaqdır. Buna görə yaxşı işlərimiz nə qədər çox olsa da, gördüyümüz günahlar bizim Allahın qarşısında mövqeyimizi heç edir və biz mühakimə olunaraq cəhənnəmə düşürük. Səbəb isə birdir. Biz günahlarımıza görə ruhani ölümə məhkum olunmuşuq və Allahdan ayrı düşmüşük. Yaxşı işlərimizin sayı bizim günahlarımızı silməyəcək. Bu, xilas üçün Allahın yolu deyil. Siz deyirsiniz, mən digərləri ilə müqayisədə yaxşıyam. Bu, bəlkə də belədir. Amma bu da həqiqətdir ki, məhkəmə günü Allah sizi digərləri ilə müqayisə etməyəcək. O, bizi öz müqəddəsliyi və bizim hamımızın pozduğu və onun meyarı olan kəlamı ilə müqayisə edəcəkdir. Əgər Adəm və Həvva Allahın əmrinə zidd olaraq qadağan olunmuş ağacın meyvəsindən yeməsəydilər, onunla ruhani birlikləri davam edərdi. Görün bir günahın aqibəti nə ilə nəticələndi? Ruhani ölüm və Allahdan ayrılıq.
Bəs ruhani ölümə və cəzaya düçar olmazdan qabaq onlar nə qədər günah etdilər? Yalnız bir günah. Siz həyatınız boyu nə qədər günah etmisiniz? Təsəvvür edin ki, iki nəfər, biri mahir üzgüçü, digəri isə sadəcə olaraq üzgüçülüyə marağı olan bir şəxs Avropadan Amerikaya üzməyə qərarı alırlar. Mahir üzgüçü 20 kilometr, digəri isə yalnız 1 kilometr məsafə qət edir. Buna baxmayaraq hər ikisi suda boğularaq məhv olurlar. Bu istək bacarıqdan asılı olmayan və qeyri-real bir şeydir. Eynilə nə qədər yaxşı əməllər etməyə çalışsaq da, Allahın müqəddəsliyinə çata bilmərik. Adəm və Həvva günah etməzdən əvvəl Allah onlara deməmişdi ki, onunla ünsiyyəti saxlamaq üçün müəyyən sayda yaxşı işlər görmək lazımdır. Allah ilk insanlarla ünsiyyəti hansısa qanunlara riayət etmək və ya yaxşı işlər görmək zəminində deyil, məhəbbət və seçim üzərində yaratmışdı. Düzdür, Allah onlara günahlarına görə cəza verdi. Amma onunla ruhani ünsiyyəti bərpa etmək üçün bu və ya digər işi görməyi tələb etmədi. İnsan ruhən öldükdə onu yaxşı işləri ilə geri qaytarmaq mümkün deyil. Yaxşı işlərimizlə deyil, yalnız Allahla yeni həyata qədəm qoya bilərik. Şeytan çox məharətlə belə bir yalan yayır ki, əgər yaxşı işlərinizi çoxaltsanız, Allah sizi bağışlayar. Bu, böyük bir yalandır və Allahın istəyinə tamamilə ziddir. Bu, şeytanın böyük strategiyalarından biridir ki, bizi Allahla düzgün ünsiyyətdən uzaqlaşdırsın. Süleyman Peyğəmbər yazır, yol var ki, insanın qarşısında düz görünür, amma sonu ölümdür. Yadda saxlayın ki, sizin üçün düzgün görünən şey heç də həmişə həqiqət deyil və ya Allahın dediyi ilə uyğun deyildir. Allahın yolu. Allah yaratdığı insanları sevir və onunla insanlar arasında qırılmış münasibəti bərpa etmək üçün öz planı var. Siz soruşa bilərsiniz, Allah bizə öz qanun və əmrlərini nəyə görə verdi? Bunu başa düşmək üçün aşağıda təsvir olunmuş misalı nəzərdən keçirək. İnsanın özünü xilas etmək cəhdləri. Bir kişi dənizdə çimərkən yorulur və su burulğanına düşərək boğulur. Sahildə duran bir qrup insan bu hadisənin şahidi olurlar. Ancaq heç biri batan kişiyə kömək etməyə cürət etmir. Aralarında yalnız bir nəfər güclü və yaxşı üzən cavan var idi. Sahildəki adamlar ondan həmin kişini xilas etməsini xahiş edirlər. Amma o bunu etmir. O həmin kişinin taqətdən düşüb, batdığını gördükdə suya atılıb onu xilas edir. Adamlar xilaskarı tənbih edirlər və nəyə görə onun bu qədər çox gözlədiyinin səbəbini öyrənmək istədikdə o cavab verir. Batan kişi güclü ikən mənə imkan verməyəcəkdi ki, onu xilas edim. Mən ona yalnız o vaxt kömək edə bilərdim ki, o taqətdən düşüb, xilas olunmaqdan vaz keçsin. Allah öz qanunlarını və əmrlərini göndərdi ki, bizim onun qarşısında olan günahlarımızı və təqsirlərimizi göstərsin. Qanun və əmrlər sadəcə olaraq güzgü kimi bizim günahlarımızı və nöqsanlarımızı göstərir. O bizə anlatmağa çalışır ki, biz onu öz cəhdlərimizlə məmnun edə bilmərik və onun əmrlərini yerinə yetirmək iqtidarında deyilik. Həmin batan kişi kimi biz də özümüzü öz cəhdlərimiz və ya yaxşı işlərimizlə xilas edə bilmərik. Əlbəttə, Allah öz əmrlərini bizə həm də günahın acınacaqlı nəticələrindən qorunmaq və bol xeyir-dua almağımız üçün vermişdir. O bizim başa düşməyimizi istəyir ki, birincisi, biz əlacsız günahkarlarıq. İkincisi isə, biz özümüzü günahdan, ruhani ölümdən və cəhənnəmdən xilas edə bilmərik. Bizim problemlərimizə cavab nə ola bilər?
Yəqin ki, Bakirə Məryəmdən doğulmuş İsa haqqında eşitmisiniz. İsa'nın atası olmadığından Allah onun ruhani atası idi. Buna görə də onu Allahın oğlu adlandırırlar. O cismani istəkdən doğulmamışdı. Allahın müqəddəs ruhu vasitəsilə Məryəmə göndərilmişdi. İsa kamil, günahsız həyat sürmüş və çox möcüzələr və əlamətlər göstərmişdi. Xəstələrə şəfa vermiş, ölüləri diriltmiş, tufanı yatırtmışdı. İsa İncildə deyildiyi kimi Allahın sözü idi. O yalnız Allah kəlamını öyrətmir, həmçinin ona əsasən yaşayırdı. Onun işləri və sözləri eyni idi. Ən mühüm sual odur ki, Allah İsa'nı dünyaya nə üçün göndərdi? Bu suala cavab tapmaq üçün biz İncili nəzərdən keçirməliyik. Sözü gedən məlumat sizə İncili daha yaxşı başa düşmək üçün kömək edəcəkdir. İncil haqqında. İncilə 27 kitab daxildir. Bu kitablar İsa Allahın dərgahına çəkildikdən 50 il sonra o müəllif tərəfindən Yunan dilində yazılmışdır. Bu kitabların insan tərəfindən yazılmasına baxmayaraq, müəlliflər Allah tərəfindən idarə edilmiş, müqəddəs ruh vasitəsilə ilhamlandırılmışlar. Allah xəbərini öz ardıcıllarına vermiş və onlar sonradan Allahın sözünü kitaba köçürmüşlər. Allah tərəfindən göndərilən peyğəmbərlər Allahın onlara nazil etdiyi sözləri insanlara çatdırdığı kimi, İncilin müəllifləri də Allahın onlara nazil etdiyi sözləri, vəhləri və şahidi olduqları hadisələri müqəddəs ruhun qüvvəsi və köməyi ilə kitaba yazmışlar. Bu haqda İncildə deyilir. Çünki peyğəmbərlik heç zaman insan iradəsi ilə gəlməmişdir. Lakin Allahın müqəddəs insanları müqəddəs ruh tərəfindən hərəkətə gətirilərək danışırdılar. İncil Allahın yazılmış kəlamı və həqiqətidir. Çoxları İncilin dəyişdirildiyini iddia edirlər. Lakin onların əsassız etirazlarına heç bir sübut yoxdur. Əksinə kəlamın dəyişdirilmədiyinə isə sübutlar çoxdur. Hal-hazırda 1600 il bundan qabaq yazılmış Yunan əlyazmaları mövcuddur ki, istifadə etdiyimiz İncil bu mənbədən tərcümə olunmuşdur. Allah öz sözünü bütün xalqlara və ölkələrə göndərmişdir. Buna görə də məsihçilər bu kitabı müxtəlif xalqların doğma dillərinə tərcümə etməyə həmişə səy göstərmişlər. İncil 2000-dən artıq dilə tərcümə olunmuş və hər dildə kəlam eynidir. İncil tarixi nöqteyi nəzərdən çox dəqiqdir. Allah kəlamın hər bir insana çatdırılması üçün onu dəyişikliklərdən qorumuşdur. O, İncili hər bir insanı həqiqətə tərəf yönəltmək üçün göndərmiş və onun insanların azdırılması üçün kəlamın dəyişdirilməsinə yol verməsi qeyri-mümkündür. Yadda saxlayın ki, günahın axırı ölümdür. Təkcə fiziki deyil, həm də hamımızın Allaha qarşı etdiyimiz günahlar üzündən Allahdan layiq olduğumuz ruhani ayrılıqdır. İncildə Romalara məktubda deyilir, günahın axırı ölümdür. Bu Allah tərəfindən yaradılışdan təbəlli qoyulmuş əbədi həqiqətdir və heç zaman dəyişdirilə bilməz. Allah öz sözünə sadiqdir və ədalətlə hökm edir. Ədalətli olduğuna görə də günah cəzasız qala bilməz. Beləliklə, Allah İsa'nı insanların günahlarına görə veriləcək qurban kimi yer üzünə göndərdi. İsa günahsız olduğuna görə Tanrı qarşısında layiqli və məqbul bir qurban idi. Çünki günah nə olduğunu bilməyən Məsihi o, əvəzimizə günah qurbanı etdi ki, biz onun sayəsində Allahın salihliyi ilə eyniləşək. Romalılar onu çarmıxa çəkdilər. İsa isə heç bir müqavimət göstərmədən onlara imkan verdi və o çarmıxda öldü. Romalılar ən ağır cinayətkarları çarmıxa çəkməklə cəzalandırırdılar.
Buna görə də çarmıq heç bir inanc və ya səcdə simvolu olmamalıdır. İsa dəfələrlə öz şagirdlərinə tezliklə öləcəyini bildirmişdi. Amma şagirdləri ona inanmamışdılar. İsa və ondan qabaq yaşamış peyğəmbərlər tərəfindən və Zəbur kitabında onun öldürüləcəyi və 3 gündən sonra Allahın onu əbədi həyat üçün dirildəcəyi bildirilmişdi. Əvvəl deyildiyi kimi, günahın nəticəsi ölümdür. Bununla İsa günahsız olduğu halda üzləşdi. Yeşaya peyğəmbərin kitabında deyilir: hamımız qoyun kimi yolu azmışdıq. Hər birimiz öz yolumuzla gedirdik. Rəbb hamımızın şər əməllərinin yükünü onun üzərinə qoydu. İsa bizim günahlarımızın əvəzinə verilən qurbandır. İsa günahlarımıza görə layiq olduğumuz cəzanı öz üzərinə götürdü və onun vasitəsilə Allahla ruhani həyata və birliyə malik ola bilərik. O necə də heyrətamiz bir məhəbbət və qurbandır. İsa özü demişdir: bir nəfərin dostları uğrunda canını verməsindən daha böyük məhəbbət yoxdur. Buna görə də ruhani və əbədi həyat bizim əməyimiz deyil, İsa'nın əməli sayəsindədir. Biz nə qədər cəhd etsək də Allahla vəhdətdə birgə həyata çata bilmirik. İsa'nın o kamil, günahsız Tanrı quzusunun bizim günahlarımıza görə qanı töküldü. Bizim günahlarımızı bu pak, qiymətli, qüsursuz qurbanın qanı yudu. Yalnız bu qurban Allahı razı saldı və bizi Allahla barışdıraraq onunla birləşmək üçün əvəzsiz bir yol oldu. İsa ölümdən dirildi ki, bizə əbədi, bol həyat versin. Ədalətli Allahın ədalətinin qələbəsini təmin etsin. Çünki mənim də aldığım bu ən ümdə təlimi sizə təslim etdim. Yəni Məsih müqəddəs yazılara uyğun olaraq bizim günahlarımız üçün öldü və bastırıldı. 3-cü gündə isə müqəddəs yazılara uyğun olaraq dirildi. Əvvəlcə Kefaya, sonra da 12-lərə göründü. Bundan sonra eyni vaxtda 500-dən çox qardaşa göründü. Bu qardaşlardan çoxu indi də sağdır, bəziləri isə vəfat ediblər. Daha sonra o, Yaquba və bunu mütəaqib bütün həvarilərə göründü. İsa yalnız İsrail xalqı və ya qərb insanları üçün deyil, hər bir xalq və siz də daxil olmaqla hər bir insan üçün öldü. Görəsən Allah nə üçün sizi xilas etmək və özü ilə münasibətləri bərpa etmək üçün bu cür müstəsna yolu seçmişdi? İlk növbədə onun qanunu bunu tələb edirdi. Allah ədalətlidir və başlanğıcdan qoyduğu prinsiplərə və qanunlara qarşı gedə bilməz. Əvvəl qeyd etdiyimiz kimi, Allahın kəlamında deyilir ki, günahın sonu ölümdür. Bu üzdən İsa Allahın qəzəbini, bizim günahlarımızı öz üzərinə götürməklə razı saldı. İkincisi, Allah sizi çox sevir və sizi onunla ünsiyyətiniz üçün yaratmışdır. O sizi yaxşı tanıyır və sizin də onu tanımağınızı istəyir. Allah sizinlə danışmaq və həyatınızın onun huzurunda keçməsini istəyir. O həqiqətən də sizə təsəvvür edə biləcəyinizdən çox-çox artıq hər hansı dünyavi münasibətlərdən daha yaxın olmaq istəyir. İnsanlara irsi olaraq Adəm və Həvvaya verdiyi ruhani həyatı bərpa etmək arzusundadır. Biz Allahla yeni münasibət yaradanda yenidən dünyaya gəlmiş məxluqa bənziyirik. İsa dedi, doğrusunu deyirəm. Bir kimsə yenidən doğulmasa Allahın səltənətini görə bilməz. Buna görə kim Məsihdədirsə, yeni məxluqdur. Köhnə şeylər keçdi, indi hər şey yeni oldu. Biz ona iman edərkən müqəddəs ruhu alırıq. Kəlamda deyilir ki, Allah ruhdur və onun müqəddəs ruhunu qəbul etdiyimiz zaman həm də həyatımıza onun daimi huzurunu qəbul edirik. Bunun mənası nədir?
Bu o deməkdir ki, biz xarakterimizdə Allahın təbiətini əks etdirməyə başlayırıq. Qalatiyalar məktubunda Allah müqəddəs ruhunun tam təsvirini verir. Ruhun səmərəsi isə budur: məhəbbət, sevinc, sülh, səbir, lütfkarlıq, yaxşılıq, sədaqət, həlimlik və özünə hakim olmaq. Bu keyfiyyətlərin ailənizdəki münasibətlərdə olmasını təsvir edə bilərsinizmi? Xarici amillərdən asılı olmayaraq, onun ruhunu qəbul etdiyimiz zaman biz bu ruhun səmərələrini öz həyatımızda təcrübədən keçiririk. Biz bunu istehsal etmirik. Biz Allaha etibar etməyə və ona itaət etməyə başladıqda, bu bizim həyatımızda təbii olaraq özünü göstərir. Allah yalnız sizin davranışınızı deyil, həm də sizin ürəyinizi dəyişmək istəyir. Sizin ürəyiniz dəyişdikdə və onun ruhu ilə dolduqda düzgün davranış öz təbii axarı ilə gedir. Ruhun yuxarıda sadalanan səmərələrinə baxın. Siz öz həyatınızda bu səmərələrə maliksinizmi? Biz ruhu həqiqətən qəbul etdikdə zənn etmək olarmı ki, həyatda heç bir çətinliyimiz olmayacaq? Xeyr, biz bu dünyada yaşayırıq və bizim həmişə çətinliyimiz olacaqdır. Lakin üzləşdiyimiz problem və çətinliklərin öhdəsindən gəlmək üçün Allahın hüzuru və qüdrəti bizə kömək edəcəkdir. Problemlərlə üzləşdiyiniz zaman müqəddəs ruhun səmərələri, məhəbbət, sevinc, sülh, dözüm, xeyirxahlıq, yaxşılıq, sədaqət, həlimlik və özünü idarə etmə bacarığı sizin həyatınızda özünü göstərə bilər. Yuxarıda deyildiyi kimi, Allahın ruhu həyatınıza daxil olmuş pis adətlərə və günaha qalib gəlmək üçün güc verə bilər. Sizin həyatınızda elə səhvlər varmı ki, bugünə qədər onu davam edirsiniz? Allah qüdrətlidir və sizin dəyişməyiniz üçün öz gücünü göstərmək istəyir. Sizi dərin məhəbbətlə sevən Allah öz ürəyini sizə açmaq, sizinlə ünsiyyət yaratmaq, sizə xeyir-dua vermək və kömək etmək istəyir. Avtomobil yanacaqsız işləyə bilmədiyi kimi, biz də Allahsız heç nə edə bilmərik. Buna görə də biz Allahın istədiyi kimi yaşamalıyıq. Əgər mühərrikə yanacaq tökülməsə, mühərrik işləyə bilməyəcək və nasaz vəziyyətə düşəcək. Eyni zamanda əgər həyatımızı Allaha həsr etməsək və ondan tam asılı olmasaq, bizim həyatımız özünü doğrultmayacaq və korlanacaqdır. Biz Allahla ünsiyyətə iman vasitəsilə girə bilərik. İncil çox aydın qeyd edir ki, İsa'ya və onun bizə görə qurban getdiyinə iman etsək, o zaman bağışlana bilərik və həm bu dünyada, həm də səma və aləmdə əbədi həyata malik ola bilərik. Yaxşı əməllərimizlə deyil, lakin imanımızla. Zira Allahın lütfi ilə imanla xilas oldunuz və bu sizdən asılı deyil. Amma Allahın ənamıdır. Əməllərdən asılı deyil ki, heç kəs övünməsin. Burada lütfün mənası qazanılmamış və ya layiq olmadığımız halda verilən təmənnasız hədiyyədir. Burada deyilir ki, biz Allahın lütfi ilə imanımız vasitəsilə xilas oluruq. İman nədir? İlk növbədə gəlin imana aid olmayan şeylərə nəzər salaq. Bu inam bizim tarixi hadisələrlə, düşüncəmizlə qiymət verdiyimiz inam deyil. Məsələn, mən inanıram ki, Nizami Gəncəvi Azərbaycanın tanınmış şairidir. Bu əqli inamdır. Lakin tam inam üçün kifayət etmir. Dünyada bir çox insanlar Allaha inanırlar. Ancaq bu, o demək deyil ki, onlar ruhani həyat sürür və əbədi həyat qazanacaqlar. İncildə Həvari Yaqubun məktubunda deyilir: İman edirsənmi ki, Allah birdir? Yaxşı edirsən. Cinlər də iman edir və titrəyirlər. Günahkarların çoxu Allaha inanır, amma ondan ayrıdırlar və günahın bu xovundadılar. Bu heç də bizə lazım olduğu zaman Allaha çağırdığımız müvəqqəti iman deyildir.
Məsələn, problemimiz və doğrudan köməyə ehtiyacımız olduqda biz Allaha car çəkirik. Bu cür iman xilasedici iman deyil. Allah bizim həyatımızda yalnız ehtiyacımız olduqda deyil, həmişə olmaq istəyir. Yalnız ehtiyac olduğu zaman dostlarınızın, qohumlarınızın və evladlarınızın sizə müraciət etməsi sizə necə təsir edərdi? Hər birimiz vəziyyətindən asılı olmayaraq başqalarından məhəbbət və hörmət gözləyirik. Belə olduqda, hətta heç bir ehtiyacımız olmadığı halda belə Allaha daha artıq məhəbbət və hörmət göstərmək lazım deyilmi? Sonda gəlin xilasedici imanın həqiqi izahına baxaq. Allaha iman tamamilə ona etibar etməkdir. Bu günahlarımızdan və özümüz üçün yaşamaqdan üz döndərib həyatımızın hər bir sahəsini Allaha, onun səlahiyyətinə və sözünə etibar etmək deməkdir. Biz tamlığı ilə həyatımızı Allaha təslim edir və onun sözünə tabe oluruq. İmanın mənasını daha geniş başa düşmək üçün növbəti misala baxın. Bir kəndirbaz yüksək bir şəlalənin üzərindən asılmış nazik bir kəndirin üzərindən keçirdi. Çoxları onun bu valehedici və təhlükəli tamaşasına baxmağa yığışırdılar. Bir gün o, bir təkərli araba götürüb, toplaşmış adamlardan soruşdu. Hansınız inanır və ya iman edir ki, mən bu araba ilə kəndinin üzəri ilə şəlalənin o tayına keçə bilərəm? Hamı onun bacarıqlı olduğunu düşünərək əl çaldılar və bəli, sən bacaracaqsan, dedilər. O araba ilə nazik kəndinin üzərindən müvəffəqiyyətlə o taya keçir və adamlar ona əl çalır və tərifləyirlər. Sonra o adamlara başqa bir sual verir. Kim inanır ki, mən arabanın içindəykən adamı şəlalənin o tayına keçirə bilərəm? Ora toplaşan cəmaət yenə inandığını bildirir. Sonuncu sual daha fərqli xarakterli idi. Arabaya kim oturar? Birdən-birə kütlənin arasına sükut çökür və alçaq səslə gili eşidilir. Heç kəs arabaya oturmaq istəmirdi. Bu adamlar əqlən kəndirbazın bacarığına inanırdılar. Amma heç kəs kəndirbaza etibar edib arabaya minmək istəmirdi. Eynilə bizim Allaha və onun bizim üçün elədiklərinə olan əqli və müvəqqəti imanımız qənaətbəxş deyildir. Lakin biz ona etibar etməli, həyatımızı ona verməklə bütün ümidimizi ona bağlamalıyıq. Beləliklə biz əbədi həyatı yaxşı əməllərimizlə deyil, yalnız İsa'nın özünü bizim uğrumuzda qurban verdiyinə görə əldə edə bilərik. İncildə yazılıb, çünki biz hələ gücsüz ikən Məsih müəyyən zamanda Allahsızlar uğrunda öldü. Çünki çətin güman etmək olar ki, kimsə salih uğrunda ölsün. Yaxşı bir adam uğrunda bəlkə də biri ölməyə cəsarət edər. Lakin Allah bizə olan öz məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ikən Məsih bizim uğrumuzda öldü. Beləliklə, onun qanı ilə indi salih sayıldığımıza görə onun vasitəsilə Allahın qəzəbindən xilas olacağımız daha çox qətidir. Çünki əgər biz Allahın düşmənləri ikən onun oğlunun ölümü vasitəsilə Allahla barışdıqsa, barışmış olaraq onun həyatı ilə xilas olacağımız daha çox qətidir. Və yalnız bununla deyil, ancaq onun vasitəsilə indi barışğa nail olduğumuz Rəbbimiz İsa Məsih vasitəsilə Allahla da öyünürük. Allaha və onun qurbanına iman gətirərək dua ilə ruhani və əbədi həyat qazanırsınız. Allah sizin ürəyinizi bilir və sizin sözlərinizə deyil, sizin ürəkdən doğan münasibətinizə baxır. Aşağıda göstərilən duanı oxuyun. Əgər bu dua sizin ürəkdən gələn ünsiyyətinizi ifadə edirsə, xahiş edirik, bu sözlərin nə qədər dəyərli olduğu barədə düşünəsiniz. Bu ötəri bir qərar deyil.
Lakin həyatınızı dəyişəcək və yalnız bir dəfə atacağınız addımdır ki, siz öz həyatınızı Allaha və onun iradəsinə təhvil verəsiniz. Bu həm də sizin ailənizin bəzi üzvləri və dostlarınız tərəfindən qəbul edilməməyinizlə də nəticələnə bilər. Yeni imanınıza görə siz əziyyət çəkərək, hətta təqibə məruz qala bilərsiniz. Siz yəqin fikirləşirsiniz ki, Allaha verməzdən əvvəl mən həyatımı təmizləməliyəm, bəd əməllərdən və günahlardan əl çəkməliyəm. Əgər belə fikirləşirsinizsə, anlamaq lazımdır ki, sizin həyatınızı təmizləməyə heç bir ümidiniz yoxdur. Çünki əvvəl dediyimiz kimi, siz ruhən ölüsünüz və həyatınızı təmizləmək üçün gücünüz yoxdur. Yalnız Allaha və Allahın əməllərinə iman gətirsəniz, ruhdan doğular, ruhən dirilərsiniz. Ruhda yaşamaq sizi günahlardan və pis vərdişlərdən ayırar və sizə kömək edər ki, siz bunların üzərində qələbə çalasınız. Çünki siz Allahın sizdə əbədi qalan ruhani həyatını qəbul edirsiniz. Dua. Əziz Allahım, mən başa düşürəm ki, sənin əmrlərini pozmuşam və sənə qarşı günah işlətmişəm və buna görə səndən ayrı düşmüşəm. Onu da anlayıram ki, günahım olduğuna görə sayından asılı olmayaraq gördüyüm yaxşı əməllərlə heç zaman xilas ola bilmərəm. İsa'nı mənim günahlarıma görə qurban verdiyinə və onu ölülərdən diriltdiyinə görə minnətdaram. Minnətdaram ki, İsa mənim günahlarıma görə cəza çəkdi və mənim əvəzimə öldü. Mən günahlardan və yalnız özüm üçün yaşamaqdan imtina və tövbə edirəm və sənə tərəf dönürəm. Mən sənə güvənirəm və İsa'nı mənim üçün özünü qurban verməsinə iman edirəm. Xahiş edirəm, mənim günahlarımı bağışla, mənə ruhani və əbədi həyat ver. Amin. Əgər çox vacib olan bu qərarı qəbul etdinizsə, İncili oxumağa və başqaları ilə bölüşməyə başlayın. Bu imanda böyümək və Allahın iradəsini öyrənmək üçün sizə kömək olacaqdır. İncildə deyilir, o bütün xalqlardan olan insanları bir qandan yaratdı ki, bütün yer üzündə yaşasınlar. Onların qabaqcadan müəyyən edilmiş vaxtlarını və yaşadıkları yerlərin sərhədlərini təyin etdi ki, Allahı axtarsınlar və bəlkə əl ilə yoxlaya-yoxlaya tapsınlar. Amma bununla bərabər o heç birimizdən uzaq deyil. Çünki biz onunla yaşayırıq, hərəkət edirik və varıq. Əvvəl deyildiyi kimi, Allahın sizin həyatınız üçün planı vardır. Burada deyilir ki, o sizi və sizin xalqınızı yaratmışdır. O sizin qabaqcadan müəyyən edilmiş vaxtlarınızı və yaşadığınız yerlərinizin sərhədlərini təyin etmişdir. Nəyə görə belə deyilir? Siz Allahı axtarasınız və tapasınız. O sizi yaxından tanıyır və istəyir ki, siz də onu tanıyasınız. Bunun sizin xalqınıza necə təsir edəcəyini təsəvvür edirsinizmi? Biz bilirik ki, İsa'da bir olan insanlar bir-birini sevir, salihliyin ardınca gedir, başqasını özündən üstün tutur. Sıx ünsiyyət və vəhdət yaradırlar. Təmiz, möhkəm ailələri olur. Çox çalışır, yaradır və qanunsuzluq edənləri məzəmmət edirlər. Ölkəmizin keçdiyi çətinliklərin tarixinə baxmaq insanı heyran edir. Bilirsiniz ki, Allah sizin keçdiyiniz əziyyətləri bilir və sizin ölkənizə xeyir-dua vermək istəyir. Allah həqiqətən sarsılmış insanların qayğısına qalır və iman edib ona üz tutan hər kəsə kömək etməyə hazırdır. Onun həqiqi mahiyyətinin milli səviyyədə reallaşması üçün bu ən əvvəl fərdi olaraq hər bir insanın ürəyindən başlamalıdır. Ümumi etiraz. Mən İsa'nı xilaskar kimi qəbul edərəmsə, xaçpərəst sayılmayacağammı? Xahiş edirəm başa düşəsiniz ki, İblis Allahın kəlamını təhrif etmək üçün müxtəlif millətlərdən və ölkələrdən istifadə edir.
Bir çox ölkələr və millətlər Allahın ismini və həqiqətini siyasi və iqtisadi məqsədlər üçün istifadə edir. İblis xalqları nifrət və çaxnaşmalara sövq edir ki, onlar İsa vasitəsilə Allahla ünsiyyətə girməsinlər. Əlbəttə, siz istəməzdiniz ki, sizin düşmənləriniz Allahla olan ünsiyyətinizə mane olsunlar. Çox ölkələr öz siyasi qanunlarına şişirdilmiş və ya qondarma dini amillər qoşmaqda məşhurdurlar. İsa'nın adını çəkən hər kəs heç də onun ardınca getmir. Məsələn, bir çox ölkələr və xalqlar, o cümlədən Avropa və Qərb ölkələri Allaha inanan və Allahın ardınca gedənlər kimi təqdim edilirlər. Amma əksəriyyəti Allahın ardınca getmirlər. Eynilə bunu Allaha bu cür iman edib iddia edən digər ölkələrə və millətlərə də aid etmək olar. Yadınıza salın ki, İsa dünyada milli dini mənsubiyyətlərdən və yerindən asılı olmayaraq hər kəs üçün ölmüşdür. Allah hərarətlə istəyir ki, bütün millətlər onu tanısın. İblis elə bir yalan yaymağa çalışır ki, İsa yalnız konkret millətlər və ölkələr üçündür. İblisin etnik münaqişələrin yaradılmasında məqsədi budur ki, əgər İsa'ya iman etsəniz, siz öz millətinizdən dönüb başqa bir millətin nümayəndəsi ya da xəçpərəst olacaqsınız. Bu cəfəngiyatdır və gülüncdür. İsa vasitəsilə Allaha iman bir qrup insan və ya etnik qrup səviyyəsinə endirilə bilməz. O millətlərdən üstündür və heç bir millət onun müqəddəsliyi və aliliyi qarşısında rəğbət qazana bilməz. İblis böyük məharətlə müvafiq ölkələrin və millətlərin pis cəhətlərinin və xüsusiyyətlərinin səbəblərini İsa'ya iman etməklə səciyyələndirir. Bu çoxlarını yalan faktlara inandırmaqla onları Allahdan və onun xeyir-duasından məhrum edir. Buna aldanmayın. O sizi çox sevir və hərarətlə istəyir ki, onu axtarasınız və onu tapasınız. Çünki yalnız onu tapdıqda dünyanın sizə təklif edə bilmədiyi real həyatı, həqiqi daxili sülh və sevinci əldə edə bilərsiniz. Əgər sizdə hələ də əminlik yoxdursa, o zaman Allah sizə də Yeremiya Peyğəmbərə verdiyi vədi verir. Məni axtaracaqsan və tapacaqsan. Əgər bütün ürəyinlə axtarsan, məni taparsan, Rəbb deyir. Bu prinsip Allahın sözündə dəfələrlə təkrar olunur. Əgər onu bütün ürəyinizlə və qəlbinizlə axtarsanız, onu taparsınız. Allah özünü çox yollarla açıqlaya bilər. İncil və ya digər adamlar vasitəsilə, dua etdiyiniz zaman, öz ruhu vasitəsilə, yuxu vasitəsilə. Hətta ətrafınızda onun iştirakı ilə əlaqədar olan hadisə və baş verən vəziyyətlər vasitəsilə və sair ola bilər. İncili alın və oxuduqca Allahdan özünü sizə açıqlamasını diləyin. Sizə Allah və insanlarla həqiqət yolu ilə ünsiyyət qurmağınızı arzu edirik. Allahın xeyir duası əbədi olaraq sizinlə olsun.